Zoratda evə silahlı basqını edərək 3 nəfəri öldürüb, 3 nəfəri isə yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin cinayət üzrə sonuncu məhkəmə prosesi keçirilib. Sumqayıt Ali Cinayətlər Məhkəməsinin hakimi Hafiz Əliyevin sədri ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən Müşfiq Tağıyev ömürlük azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Orxan Rüstəmov da Müşfiq Tağıyevin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, 2023-cü ilin oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat Bağları yaşayış masivində yerləşən fərdi yaşayış evlərinin birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər Susana Karakaş və Dağbəy Fərəcov ölüb. Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmmədoğlu saxlanılıb. İstintaqla Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədi ilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırılması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəy Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürülməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyeva qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.7-ci, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla 2 və ya daha çox şəxsi öldürmə, 29.120.2.3-cü, 29.120.2.4-cü, 29.120.2.7-ci, yəni xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirərkən 2 şəxsi öldürməyə cəhd, 29.186.2.1-ci, 29.186.2.2-ci, yəni külli miqdarda ziyan vurmaqla, yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd, 228.1-ci, 228.4-cü, yəni qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə, 229.1-ci və 229.4-cü, yəni qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama maddələrlə ittiham ilə sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.